Hər vaxtınız xeyir, mən Əli Əhmədov, sizi Aqrar Sığorta Fondundan salamlayıram. Həmişə olduğu kimi Aqrar Sığorta Fondu indi də bölgələrimizdə əhalini, xüsusilə fermerləri maarifləndirir. Eləcə də onları maraqlandıran vacib məsələlərlə bağlı canlı yayınlar təşkil. İndi, necə deyərlər, mövsümdür, sığorta hadisələrinin mövsümüdür. Ona görə də bu günləri fermerlərin böyük maraqla gözlədiyi sığorta hadisələri və onların mümkün nəticələri haqqında danışacağıq. Bizim suallarımıza Aqrar Sığorta Fondunun Müstəqil Ekspertlərin İş Şöbəsinin müdiri Samir İlyasov cavab verir. Hər vaxtınız xeyir Samir müəllim. Fermerlərimizə məlumat üçün deyək ki, Aqrar Sığorta Fonduna edilən müraciətlər əsasında sahələrə çıxışlar və ekspertlər prosesin idarə olunması məhz Samir müəllim rəhbəri elədiyi şöbə tərəfindən idarə olunur. Beləliklə, 2026-cı ilin yarısı artıq arxada qaldı və bu hissə 6 ay həm də böyük hava dəyişkənliyi ilə, iqlim şəraitinin kəskin dəyişməyi ilə və çoxsaylı hadisələrlə yadda qaldı. Həmişə olduğu kimi ənənəvi olaraq may-iyun aylarında bunlar sıxlıqlar, necə deyərlər, özünü göstərdi. Hazırda bizə Aqrar Sığorta Fonduna çoxsaylı müraciətlər var və bu müraciətlərin fermerlərin bir hissəsi artıq bu müraciətlərin cavablarını gözləyir, digər hissəsini artıq bununla bağlı məlumat gedir və biz bu prosesə qoşulmamışdan əvvəl məlumat üçün deyim ki, burada biz ekranda çalışacaq bəzi məsələləri də maarifləndirmək üçün fermerlərimizə nümayiş etdirək. İlk növbədə Samir müəllim, əvvəlcə öz şöbənizin fəaliyyəti haqqında məlumat verərdiniz. Şöbəniz hansı proseslə məşğuldur? Hazırki baş verən proseslərdə şöbənizin işi nədən ibarətdir? Təşəkkür edirəm mümkünizə, diqqətiniz üçün. Aqrar Sığorta Fondu Müştərək Sığorta Şirkətində Müstəqil Ekspertlik Şöbəsi olaraq biz 16 aylık bir qaynar xəttimizə, çağrı mərkəzimizə daxil olan müraciətləri ekspertlərimizə təhkim edir və sahədə olan ekspertizalara nəzarət edir. Ekspertlərin sahədə gördüyü işlərin düzgünlüyünə, şəffaflığına, tamlığına əmin olduqdan sonra onların rəylərini alırıq və alınan rəylər nəticəsində fermerlərə SMS məlumatlandırma göndərir. Yəni, hər bir SMS hər bir addımda, hətta deyərdim ki, 5 fərqli addımda məlumat alır. Müraciətiniz qeydə alındı, sahənizə ekspert təyin olundu, sahənizdə ilkin ekspertiz aparıldı, sahənizdə ilkin ekspertiz aparıldı, sahənizdə təminat daxili zərər aşkar olunmuşdur və yaxud da sahənizdə təminat daxili zərər aşkar olunmamışdır. Bu formalı məlumatlandırıcı SMS-lər verir ki, sığortalılarınız sahələri biçilməmiş, zərər olduğuna itməmiş, öz haqlarını tələb edə bilsinlər. Əgər hansısa bir ekspertiza materialından narazıdırlarsa, biz onları hətta həmin materialları təqdim edə bilirik, onların müraciətlərini cavablandıra bilirik və bütün bu kimi hallar hansı şəffaf olur. Aydındır. Doğrudan çox maraqlı bir yenilikdir. Fermerlər sığorta hadisəsinin araşdırmasının bütün mərhələləri var idi. Məlumata malik oldular. Ardıcıl olaraq 5 mərhələ var. Bunun hər bir üzrə də SMS gedir. Fermerlər artıq, necə deyərlər, qeyri-müəyyənlikdə qalmırlar. Onlar bilirlər ki, hazırda onların sahəsindəki hadisə ilə bağlı hansı işlər gedir, onlara ziyan dəyib, dəyməyibdir, qeydə alınıb, yoxsa yox. Sanırım, keçək bu ilki prosesi, bu illəri Aqrar Sığorta Fonduna müraciətlər çox oldu. Çünki artıq martın axırından başladı güclü yağışlar, ondan sonra dolu, fırtına, hətta Bakıda da güclü yağışlar oldu, bölgədə də ondan daha çox oldu. Vəziyyət nəyə verir? Müraciət sayı ilə bağlı nə deyə bilərsiniz? Bildiyiniz kimi, yanvar ayın 1-dən bu günə kimi Aqrar Sığorta Fonduna ümumi işlər 94.587.000 manatlıq, 75.500 hektar sahədən 6.114 müqavilə üzrə müraciət daxil olur. Həmin müraciətlərə baxsaz görərsiniz ki, yanvar, fevral və mart aylarında ümumi müraciətlərimizin 5,64% əhatə etsə də, aprel, may və iyun aylarında isə bu müraciətlərin %89%-ni əhatə edir. Bunun da səbəbi bildiyiniz kimi qeyri-sabit hava şəraiti, bildiyiniz kimi aprel və may aylarında kifayət qədər güclü leysan yağışlar yağdı, bölgələrin bir çox yerlərində sel su basma hadisələri baş verdi, ardınca may ayından sonra dolu hadisələri başladı. Demək olar ki, iqtisadi rayonlardan Şəkizərdal iqtisadi rayonunda, Qarabağ iqtisadi rayonunda doludan fermerlərimiz kifayət qədər ciddi zərər çəkdi. Və baxanda görürük ki, aprel ayında gələn müraciətlərin %92% sel su basma olmasına baxmayaraq, may ayında gələn müraciətlərin artıq %54% doludan %39% sel su basmadan olmuşdur. Yəni, iki hadisə daha çoxdur, doğru? Bəli, aprel ayında daha çox %90% hadisənin sel su basma əhatə edir. Bildiyiniz kimi, aprel ayında ciddi leysan yağışlar yağdı regionlarımızda. Artıq iyun ayını keçəndə görürük ki, gələn müraciətlərimizin %80%, yəni 14.000 hektar sahə dolu zərərlərinə daxil olmuşdur.
İyul ayında isə bu müraciətlər 2500 hektar fırtına, dolu, yanğın, sel su basma halları olmaqla bölgədən hissəyə doğru gedir. Aydındır. Bir məsələni mən dinləyicilərimizin diqqətinə çatdırım. Sana mənim vacib məsələləri açıqlayır. Deməli, bu ilin 7 ay demək olar da, yəni 6 yarım ayında ümumiyyətlə 75.500 hektar əraziyə ziyan dəyir, o qədər ərazini əhatə etdiyi müqavilə üzrə ziyan dəyir və bu ərazidə 94-95 milyon manatlıq məhsul əldə edilə bilərdir. Sami müəllim, bir məsələni soruşum, bax 75.554 hektarlıq ərazi üzrə müqavilə var, bunlar üzrə müraciətlər daxil olur. Araşdırma olanda nə göstərir? Göstərir ki, 75.000 hamısına ziyan dəyir, yoxsa onun bir hissəsinin ziyan dəyir? Bəli, əlbəttə ki, heç də gələn müraciətlərin hamısı 100% ziyan deyil. Bir sıra hallarda ola bilir ki, fermerlərimiz müraciət edir, 100 hektar sahəsi var, həmin 100 hektar sahənin 50 hektarında sel su basma hadisəsi baş verir və 100 hektar sahədə dolu hadisəsi baş verir. Bildiyiniz kimi dolu xətt üzrə və dolunun vurduğu xətt heç də 100 hektar əhatə eləmir. 100 hektarın içində 15 hektar, 20-25 hektar dolu zərəri ola bilər. Yəni burada göstərən 75.000 hektar o demək deyil ki, 75.000 hektarın 94 milyon manat istehsal həcmi total loss. Hansı itirilir? Yox, sadəcə müqavilə əhatə elədiyi məhsullardır. Və buradan da göstərir ki, ən çox zərər olan aylar deməli may və iyun ayları. Buyurun, siz bölgələr üzrə də göstərdiniz. Ən çox zərər hansı regionlara dəyir? İqtisadi rayonlar üzrə baxanda görürük ki, İlk 5 iqtisadi rayonundan, yəni Qarabağ iqtisadi rayonunun ümumi müraciətlərimizin %36%, %37% yaxını Qarabağ iqtisadi rayonundan gəlmişdir. Və Qarabağ iqtisadi rayonundan gələn müraciətlərin demək olar ki, %90% doludan gəlmişdir. İkinci yerdə gələn iqtisadi rayonumuz Şirvan-Salyan iqtisadi rayonudur. Şirvan-Salyan iqtisadi rayonunun bu il 19.792 hektar, yəni ümumi müraciətlərimizin 26%. Şirvan-Salyan iqtisadi rayonundan gəlmişdir və buradan gələn müraciətin %90%-nə yaxını demək olar ki, sel su basma hadisəsidir. Yəni Qarabağda daha çox dolu hadisəsi, Şirvan-Salyanda sel su basma hadisəsi. Bu fermerlər üçün də əslində maraqlı bir məlumatdır. Şəki-Zaqatala iqtisadi rayonuna baxanda görürük ki, burada da yenə %90% yaxını doludur. Əslində bu məlumatlar tarixən təkrar olunan məlumatlar. Yəni tarixən baxanda görürük ki, əsas Azərbaycanda dolu zonası Qarabağ, Şəki-Zaqatala regionu dolu zonası olub. Şirvan-Salyan, Qubaq, Asmat iqtisadi rayonlarımız isə daha çox sel su basmadan nəzərə çəkən rayonlarımız olub tarixən. Və bu il bildiyiniz kimi aşırı yağan leysan yağışlar səbəbindən Qubaq, Asmat iqtisadi rayonunda da kifayət qədər ciddi zərərlər dəydi. Hətta görürsünüz ki, 131 müqavilə üzrə 5270 hektar sahə sel su basmadan zərər görmüşdür bu il. Bu da Qubaq Asmat iqtisadi rayonunda təsadüf edir. Bir məlumatı mən əlavə edeyim. Yeni gəlmişlər bizim dinləyicilərimizin yadında olar. Bizim Facebook, Instagram səhifələrimizdə indi də var. Şabran rayonunda biz olmuşduq. Hansı ki, Qubaq Asmat iqtisadi rayonuna daxildir. Orada elə böyük ərazini su basmışdı ki, biz hətta oraya gələndə elə bildik ki, bu bir göldür, onun yanından keçilir və məlum o ki, əkin sahəsidir. Çox böyük zərər dəymişdi. Suyun orada əkin sahəsinin suyun dərinliyi yəni yarım metrə çatıdır. Yeri gəlmişdən fermerlər, bizim izləyicilərimiz Instagram, TikTok və Facebook platformalarında suallarını verə bilərlər. Aqrar sığorta ilə bağlı, əgər hadisəsi olan varsa, sual verə bilərlər. Əgər ona bir cavab versək, biz ona cavab verərik. Necə deyərlər, öz prosesi haqqında məlumatlı olsun. Hətta baxın, sel su basma ilə bağlı bəzi zərər şəkillərimiz də burada özür. Bura hansı rayondur, bilinir? Şabran rayonudur. Bura Şabran rayonudur. Şabran rayonudur. Sel su basmış və ekspertiz zamanı ilkin ekspertiza sel su basmış və sel su basmamış əraziləri bir-birindən fərqləndirir. Və ümumiyyətlə 10 hektar ərazinin 3 hektarında sel su basma zərəri varsa, ilkin olaraq 30% sel su basma zərəri. İlkin ekspertiza edən ekspertiza artıq zərərsiz yerlə məhsulları hesablayır və zərərli yerdə olan bitkiyə bunu şamil edir. Başqa bir ərazini göstərmək mümkün. Burada Şabrandır. Bəli, Şabran ərazilərdir. Suyun durduğu yerlər artıq burada bitkilər kök sistemi çürüyərək məhv olur, fotosintez prosesi ləngiyir, artıq həmin bitkilərdə istə-istə kökdən doğru saralmağa başlayır. Bəli, bu bitkilər total lossda aid olan bitkilər. Yəni biz həmişə kənd təsərrüfatından danışanda suyun bolluğundan, necə deyirlər, yaxşı bir hal kimi görürlər, amma burada məlum olur ki, su ərazini basdıqda onun kökü də çürüyür, hətta iri ağaclar bizdə deməli Aqrar Sığorta Fondu tərəfindən şimal bölgəsində meyvə bağlarına da sel su basma zərəri üzrə ödənişlər verilmişdir. Orada da suyun deməli kökü çürütməsi hadisəsi baş vermişdir. Sağ olun, fermerlər üçün də maraqlıdır, bizi də maraqlandırır ki, hadisə baş verəndən sonra nə qədər müddət ərzində məlumat vermək mümkündür və lazımdır.
Əslində mən fermerlərimizi çağırıram ki, bu mövzuda kifayət qədər məsuliyyətli olmalıdırlar. Yəni fermerlərimiz gün aşırı, 2 gündən biri, 3 gündən biri sahələrində baş çəkməlidirlər. Hətta bir də görürsünüz ki, 3 ay, 5 ay öncə olan hadisəni fermerlər laqeyd yanaşırlar, müraciət eləmirlər və 3 aydan, 5 aydan sonra onlar hadisələrlə bağlı müraciət edirlər. Artıq bu ekspertin kifayət qədər çətin bir şərait yaradır. Yəni ekspert sahəyə gedir və sahədə zərərin əlamətini görə bilmir. O şey görür ki, sahədə məhsul bitmir. Sahədə alaq otları çoxluq təşkil edir. Amma bunun bir çox səbəbi ola bilər. Sel su basmaq ola bilər, düzgün olmayan agrotexniki qaydalara əməl eləmək ola bilər. Vaxtında alaq otlarına qarşı dərmanlama aparmadığı da ola bilər. Bu çox səbəbdən olduğu üçün əslində hadisə ilə bağlı dərhal həmin məlumat verməlidir. Və biz dərhal ən qısa müddətdə ora ekspert göndərməliyik, hadisənin yerini təsbit etməliyik, foto şəkillərini çəkməliyik. Çünki ekspert hadisənin foto şəkillərini çəkməsə biz onun sübutunu yerinə yetirə bilməyəcəyik. İzlərini tapa bilmərik. Yəni, izini görmədiyimiz hadisə ilə bağlı biz zərər verə bilməyəcəyik, təsvir olsun. Aydındır. Yeri gəlmişsən, bir dəfə hətta fermerlərdən biri səfərləməkdə 3 aydan sonra bizə müraciət eləmişdi. Barla bağlı, 6 aydan sonra müraciət edənlər var. Hətta onda da sahəyə bizə ekspertlər göndərilir ki, bəlkə ekspert orada, necə deyərlər, hadisənin izini tapa bilər və bununla bağlı Aqrar Sığorta Fondu məlumat verə bilər. Belə deyək, əkin sahələrinə dəyən zərər necə hesablanır? Əkin sahələrinə dəyən zərər necə hesablanır? Bildiyiniz kimi, Aqrar Sığorta Fondunda 2 tip ekspertiza var. İlkin ekspertiza və yekun ekspertiza. Sahəyə dəyən zərərin ilkin həcmini, ilkin təxmini həcmini ilkin ekspertiza zamanı müəyyən etmək mümkündür. Amma bu zaman hesablanan zərər faizi heç də yekun ekspertizada hesablanan zərər faizi üstə düşmür. Sizə adi misal çəkə bilərəm. Ən azından 10 hektar sahə də tutaq ki, 10 hektar sahənin 5 hektarında sel su basmadan zərər müəyyən. İlkin ekspertizada ekspert gedir, 10 hektarın 5 hektarına 100% sel zərər verir və 100% zərər verir. Bu zaman ilkin olaraq sahədə 50% sel su basma zərəri var. Və bildiyiniz kimi ekspert sahədə bəyan edərkən məhsulların 20 2 tonla bəyan edir. Fermer və 2 tondan sığortalayır. Yekunda yekun ekspertiza zamanı ekspert gedir sahəyə, gördük ki 5 hektar zərərli total loss idi, heç ümumiyyətlə məhsul yoxdur. Digər 5 hektarda isə 2 tonda 4 ton məhsul var. Bu zaman deməkdir ki, bizim sahədən, yəni sığortamız 10 hektar sahədən sığortalı məhsul fermer tərəfindən götürülür. Yəni sığortalı orada 10 hektardan 2 tondan 20 ton sığortalamışdı. Zərər olmasına baxmayaraq digər 5 hektarda 4 ton 20 ton məhsul yerindədir. Təəssüflər olsun ki, biz ona ödəniş ödəyə bilmirik. O səbəbdən mən fermerləri çağırıram ki, hər zaman sahədə məhsulları bəyan edərkən, sığortalayarkən potensial məhsulları nədirsə, onu da sığortalamaq lazım. Bir sualımız var, onu diqqətinizə çatdıraq. Sel su basmadan taxılım yatıb təminat verilirmi? İnternetdə gördüm, biçinlər edən olub. Doğru söhbətdir. Taxılın yatması sel su basmadan əlbəttə ki, mümkündür və sel su basmadan yatan taxıl bizdə təminat daxili zərər tanır. Bəli, tanınır. Amma yenə də dediyim kimi, bu ilkin ekspertizada müəyyən olunan bir zərərdirsə, mütləq şəkildə yekun ekspertizada qalan məhsula baxmalıdır. Əgər qalan məhsul sığortalanmış məhsuldan aşağıdırsa, fermerimizə təminat daxili zərər səbəbindən sığorta ödənişi olmayacaqdır. Aydındır. Gəlin belə biraz geriyə qayıdaq. Bir dənə məsələni deyim əvvəlcə, yanlışlıq olmasın da. Bildiyiniz kimi, Aqrar Sığorta Fonunda təminat verilən sel su basma hadisəsidir. Bir çox hallarda fermerlərimiz yağan yağışlarla yüngül küləklər vasitəsilə taxıl yatarkən bunu da təminat daxili hadisə kimi, sel su basma hadisəsi kimi qeydə alınmaq çalışırlar. Amma bu sel su basma hadisəsi deyil. Bəzi fermerlərimiz var ki, həddindən artıq azot gübrəsini çox verir, düzgün ağacın qulluq aparmır, taxıl həddindən artıq boylanır və boylandıqdan sonra bildiyiniz kimi adi fizikadır. Nə qədər çox yüngül külək olanda yağış oldu, məhsul yata bilər. Bu bizdə təminat daxili hadisə sayılmır məhsullar olsun ki, bizim təminat daxili hadisəmiz bildiyiniz sel su basma hadisəsi. Aydın. Biz bir qədər geriyə qayıtsaq, fermer bizə dediniz ki, mümkün qədər tez müraciət eləməlidir. Fermer müraciət edəndən sonra fondda nə baş verir? Sizin şöbə ilə bağlı olur. Bildiyiniz kimi 16 aylık qaynaq xəttinə fermerimiz müraciət edir. Müraciətini qeydə alan kimi biz dərhal bir iş günü ərzində həmin müraciəti ekspert təyin edirik. Ekspert getdi sahədə ekspertizə edər. Zamanından asılı olaraq, finoloji fazlasından asılı olaraq bu ekspertizə ilkin və yaxud da yekun ekspertizə olacaq. Əgər bu ekspertizə ilkin ekspertizadırsa, fermerlər bu barədə mütləq şəkildə SMS məlumatlandırma, xəbərdarlıq edir ki, sahənizdə ilkin ekspertizə edilmişdir, sahənizdə təminat daxili zərər qeydə alınır
biçimdən 14 gün öncə Aqrar Sığorta Fonduna məlumat verməyiniz xahiş olunur. Ki, biçimdə də gəlib Bəli, yekun ekspertiza edək. Əgər hər hansı bir səbəbdən yekun ekspertiza zamanına çatmamış, əgər sığortalı sahəni biçirsə, şumluyursa, ota biçirsə, bu zaman onun yekun olaraq təminat daxili zərəri 0% olaraq hesablanır. Çünki biz zərərin hesablanmasını məhrum olmuşlarıq. Hesablaya bilmirik, bəli. Əgər yox, sahədə yekun ekspertiza da aparıldı, yekun ekspertiza aparıldıqdan sonra ekspertiza materialları bir həftə ərzində, 10 gün ərzində işin gedişatına asılı olaraq, iş yoğunluğundan asılı olaraq Aqrar Sığorta Fonduna təqdim olunur ekspertlər tərəfindən. Bizim şöbədə həmin ekspertiza materiallarının şəffaflığı, düzgünlüyü, tamlığı yoxlanıldıqdan sonra həmin sənədlər hadisələrin araşdırılması və tənzimlənməsi şöbədə ötürülür. Ötürüldükdən sonra eyni zamanda sığortalı müraciət etdiyi zaman biz oraya ekspert təyin edərkən paralel şəkildə dövlət orqanı sorğumuzu da yazır. Bildiyiniz kimi, Aqrar Sığorta qaydalarına əsasən təminat daxili verilən, təminat daxilində baş verən zərərlər üçüncü bir dövlət orqanı tərəfindən mütləq şəkildə təsdiqlənməlidir. Həmin dövlət orqanının təsdiq cavabınız gəldikdən sonra fermerin sənədləri alınır, ödəniş sonunda azınlığı sənədləri alındıqdan sonra 7 iş gün ərzində fermerin sığorta ödənişi keçilir. Fermer fonda müraciət elədi, sizin şöbəyə müraciət elədi, təyin olundu. Hansı belə bir vaxt, necə deyirlər, standartı varmı ki, hansı vaxt ərzində ekspert sahəyə getməlidir? 5 iş gün ərzində qaydalara uyğun olaraq ekspert sahədə ekspertiza aparılmalıdır və bu il biz bunu %99% qorunmağa nail olmuşuq. Amma bəzi hallarda oldu ki, bildiyiniz kimi, az öncə də sizə göstərdiyim kimi, aprel, may, iyun aylarında kifayət qədər, hətta elə bir gün olmuşdu ki, 50.000 hektar zərər müraciəti daxil olmuşdu. Bildiyiniz kimi, bizdə də 50.000 hektar zərər müraciətini tənzimləmək, yerində ekspertiz eləmək, bildiyiniz kimi, ekspertiza, bizim ekspertiza tələblərimiz də çox ağırdır. Biz ekspertdən sahənin hər bir nöqtəsindən çəkilən şəkilləri istəyirik. Mən sizə burada mən onu soruşacağım. Göstərmək istəyirəm. Biz yaxınlaşdıra bilirik istəyir, zəhmət olsun. 25 hektarlıq bir sahədir, 25 hektarlıq sahənin ekspertizası inandırım sizi 6-7 saat vaxt alır. Bunun 6-7 saat vaxt almasının səbəbi biz gördüyünüz kimi burada bu sahədə bu gördüyünüz qırmızı pinlər sahə içərisində çəkilmiş, sistem üzərindən çəkilmiş hər bir şəklin enli uzunluq koordinatlarıdır. Bu koordinatlar bu sahədə ekspert belə hərəkət edib sahədə, elə mi? Bəli, bu qırmızı nöqtələr ekspertin hərəkəti zamanı çəkilən zərər şəkillərinin enli uzunluq koordinatlarıdır. Biz sahənin gəzilməsini əgər kifayət qədər görməsək, sahə tam olaraq ekspertiza məlumat aparılsa, biz o ekspertizanı ekspertinə qəbul etmirik və həmin sahəyə, həmin eksperti, əgər razılısa, yenidən həmin eksperti, razı deyilsə, təkrar başqa bir ekspert həmin sahəyə göndərir və sahənin ən azından bu formada gəzilməsini, bu formada ekspertiza olunmasını tələb edir. Deməli, məlumat üçün deyim bizim izləyicilərimizə, çünki ən çox baş verən hallardan biri odur ki, fermerlər istəyirlər ki, onların bütün zərər dəymiş nöqtələri qeydə alınsın və onları əmin olsunlar. Çünki dünya standartlarına görə Aqrar Sığortanın, necə deyirlər, bütün dünyada formalaşmış təcrübəsi var. Bu bütün dünyada, necə deyirlər, təkmilləşərək gəlib çıxıb. Ekspert sahəyə girərkən ən müxtəlif, baxın, zigzaqla hərəkət edirlər ki, ərazidə olan bütün pozuntuları, bütün zərərləri qeydə ala bilsin və o şəkil çəkərkən dərhal həmin o şəklin koordinatı da əlavə olunur. Burada nə üçündür? Əgər hər hansı bir problem yaranarsa, narazılıq olarsa, həmin ekspertin özü iştirakı olmadan bütün ərazini artıq, necə deyərlər, şəkillər əsasında baxıb zərərləri müəyyən eləmək mümkün olur. Deməli, biz bəzi hallarda ekspert gedəndə ilkin ekspertiza sayılır, bəzi hallarda isə artıq məlum olanda ki, bu, necə deyərlər, daha burada heç bir dəyişiklik olası deyil, onda ilkin ekspertiza sayılır. Bəzi hallar bizi dəqiqləşdirək, taxıl, yəni sığortalanmış məhsuldarlıq hesablanması mümkün olduğu bir dövrdə əgər ekspert sahəyə gedirsə, bu zaman ilkin ekspertiza olur. Əgər yox, sığortalanmış məhsuldarlıq hesablanması mümkün olmayan bir fazadadırsa, bildiyiniz kimi taxıl bitkilərində bu faza bizə süd fenoloji fazası götürülür. Süd fenoloji fazasına qədər edilən ekspertizalar ilkin ekspertiza, süd-südün fenoloji fazasından sonra edilən ekspertiza yekun ekspertizalar sayılır. Yəni ki, bəzi hallarda taxıl özünü bərpa edə bilir, bəzi hallarda gözlənilmədən daha çox zərər olur. Ona görə məsələn, hadisə aprel ayında baş veribsə, onun aprel ayında təbii ki, ödəniş edilmir. Onsuz da hadisə baş verməsə də fermer bu məhsulu biçəcəkdir iyul ayında, elə deyil. Gəliri onda olacaq. Ona görə də
artıq sahib dəyən zərər dəqiq müəyyən olunur və proses başa çatır. Zərərin araşdırılması zamanı, zərərin araşdırılması özü başqa hansı məsələlər nasıl? Baxın, siz məhsuldarlıq göstərirsiniz, yaxşı bir misal çəkdiniz. Tutaq ki, fermer bəyan edib 2 ton, onun müəyyən hissəsində məhsul az olur, digər hissəsində isə çox olur. Başqa hansı formada bu məhsuldarlıq və bəyan məsələləri bir-birlərinə təsir edir? Sizə indi o çəkdiyim misal tam əksini misal çəkəcəm. Sizə tutaq ki, fermerimizin 10 hektar sahəsi var. Bunun 5 hektarında 100% sel su basma və yaxud da 50% sel su basma, dolu, fırtına zərərimiz var. Geridə qalan 55 hektarında isə təminat daxili zərər qeydə alınmır. Amma fermerimiz artıq psixologiya məsələsidir bəlkə də, sahəsində zərər var deyə, sahəsinin zərər görməyən yerində lazımi aqronomik tədbirləri dayandırır. Sahəsində sulamasıdır və yaxud da gübrəsidir və yaxud da alaq otlarına qarşı təminat, alaq otlarına qarşı xəstəliklərə qarşı mübarizəsidir. Bu kimi aqronomik qaydalara riayət eləmir. Yəni dayandırır. Bəli. Tutaq ki, fermerimiz tam əksini misal çəkəcəm, 4 tonla bəyan edib, 50% zərəri var, 5 hektarında zərəri var, yerdə qalan 5 hektarında isə təminat daxili zərəri olmamasına baxmayaraq, bitki xəstəliyindən və yaxud da alaq otlarından dərmanlama aparmadığı üçün alaq otu, yəni yabanı bitki, mədəni bitki üstələyir və məhsulları 2 tona düşür. Bu zaman mən aqrar sığorta fondu olaraq fermerin 5 hektar zərərini 4 tondan deyil 2 tondan da məsuliyyətini alır. Çünki fermerin 5 hektarına zərər dəyməsinə baxmayaraq, digər 5 hektarında maksimum məhsullarını əldə etməlidir. Aydındır. İstəyicilərimizə yəqin ki, aydın olur. Mən də müəyyən izahat edeyim. Nəyinsə səhvləsəm, sağlıca. Deməli, mən bəyan edirəmsə ki, mənim sahəmdə 4 ton taxıl olacaq. O demək deyil ki, mənim sahəmdə 4 ton taxıl var. Eləmi? Bu hələ o demək deyil. Bu yalnız o vaxt olacaq ki, sahədə
yaratsınlar. Yəni ciddi şəkildə müqavilənin şərtlərini olsunlar. Hansı hallarda onlara su verilməlidir, hansı hallarda onlara su verilməməlidir, su verilməyən halda məsuliyyət kimin üzərindədir. Çünki bu kimi hallarda biz fermerin zərərini tanıyırıq. 4 ton məhsul götürəcək, 2 tonu qalır, 2 tonu gelir. Həmin o 2 tonun zərərini biz ödəmək üçün mütləq şəkildə sudan üçüncü şəxs mərkəzi qismində polisdən arayışımız bu hadisənin təsdiqini bilməlidir. Yəni, Sami dediyim məsələ odur ki, fermerin ərazisinə süd gəlməyibsə, qrafik pozulubsa, grafikin pozulduğunu bilmək üçün ümumiyyətlə grafikin özünü görmək lazımdır, eləmi? Qrafik məlum olmalıdır ki, ortada bir qrafik olmalıdır. Ona görə sudan istifadə bildikləri var. Fermerlərimiz çalışıb onların hökmən müqavilə bağlasınlar. Bəzi qaynaqlarda bu müqavilələr bağlanmır, digərlərində bağlanmır. Amma Nazirlər Komitəsinin qrafik qərarına görə belə müqavilənin forması da tərtib olunubdur və o müqavilə yalnız qrafiki, yanında suvarma qrafiki olanda etibarlı sayılır. Eləcə də üçüncü şəxsin digər hərəkəti mal heyvanın qonşunun ərazisindən salınması və bununla bağlı da bu yaxınlarda Aqrar Sığorta Fondunun böyük bir ödənişi olubdur və biz yaxın günlərdə bu barədə geniş məlumat verəcəyik. Sami, sizə təşəkkür edirik. Vaxt ayırdığınıza görə bir sualımız var. Bir tələbə sual vardı. Bəli, keyfiyyətdə zərər itkisi barəsində nə deyə bilərsiniz? Əslində çox gözəl sualdır, son zamanlarda aktual bir sualdır. Keyfiyyətdən zərər itkisi nə deməkdir? Bildiyiniz kimi bizdə doludan keyfiyyət zərəri itkimiz var. Doludan həm kəndi, həm də keyfiyyət zərəri. Keyfiyyət zərəri bizdə əlavə təmin paketində olduğu üçün bu zərərin hesablanması fərqli qaydada olur. Fermerimiz, mən onunla bağlı misallar da göstərə bilərəm sizə, dolu hansı formalı zərərlər. Tutaq ki, ərik bağımız var, həmin ərik bağında dolu yağıb, dolu yağan zaman bir qism meyvələr yerə dökülür dolunun təsirindən. Bir qism meyvələr isə ağac üzərində, amma dolu nəticəsində yaralanır. Kiçik çaplar yaranır, xırda əziklər yaranır. Həmin əziklərin səviyyəsindən, ölçüsündən, dərinliyindən asılı olaraq orada keyfiyyət zərəri yaranır. Yəni, əgər fermer 1 kiloqram əriyi satırsa 5 manata, üzərində çap əziyi olan əriyə əlbəttə ki 5 manata da bilməyəcək, müəyyən bir diskantını endirəməzdir, 3 manata 2 manata. Və bu zaman onun keyfiyyət etkisi yaranır. Həmin keyfiyyət etkisi də ekspert tərəfindən qiymətləndirilir. 25% zərər, 50% zərər, 75% zərər və ya 100% zərər. 100% ağac üzərində yaranan keyfiyyət etkisi zərərləri avtomatik olaraq kəmiyyət etkisini hesablanır. 25-50-75% zərərlər isə meyvələr zərər qruplarına uyğun ayrılır və hər bir zərər qrupu özünə uyğun olaraq cədvəldə yerinə uyğun olaraq yekun zərər paylaşır. Bununla bağlı mən istəyərdim ki, bir-iki sizə göstərim. Getdiyimiz bağların birində baxın. Belə ləkəli şaxtalıdır. Doludan gördüyünüz bu ərik bağıdır. Bəli, görürsünüz ki, 2 dənə ərik var burada. Birinin üzərində xırda bir ərik dolu zədəsi var. Digərinin üzərində olan zərər isə artıq əriyin ləhtinə keçir. Yəni, bunu eyninə kəsəndə görəcək ki, içində lət hissəsində qaralma var. Biz artıq bunu 50-25, 50 və 75% zərər kimi tanıyabilirik. 50-75% zərər olur ki, bu əvvəlki qiymətindən 2-3 dəfə və ya da 4 dəfə ucuz satılacaq. Bəli. Yəni 50%, 75% tərsini hesablamaq lazımdır. Yəni 2-4 dəfə ucuz olacaq. Bu meyvə isə üzərində olan dolu zərəri xırda dolu dənədə düşdüyü üçün üzərində kiçik bir xırda zədə yaradır. Bunu isə 25% zərər kimi tanıya bilirik. Və yaxud da digər bir şəkilə baxanda görürük ki, artıq baxın bu şəkildə bu, yəni özümüzü qoyaq fermerin yerinə ki, siz geçsəz marketdən, yəni bazarlıqdan, yəni bu formalı meyvəni əlbəttə ki, almaq istəmək, artıq bu bizdə minimum %75% zərər kimi tanıya bilirik bu meyvəni. Sonra burada dolu zərəri var, bu da artıq meyvənin ləhtinə keçmiş bir zərərdir. Bunu da %50-%75% zərər kimi tanıya bilirik. Az öncə dediyim kimi, dolu zərbəsindən yerə tökülən 100% zərər kimi tanıdığımız kəmiyyət itkilərdir bunlar. Burada da var. Burada da bəli, dolu zərbəsinin nəticəsində dəyən zərərlərimiz var. Bu formalı zərərlərimiz var, görəndə baxımını görə bilirsiniz. Artıq bu fermer bu məhsulu inanıcı sata bilməyəcək. Yalnız ata bilər. Deməli, məsələ nə yerdədir? Bəzi məhsullar var ki, onların dolu vurarkən, onlar miqdardan başqa keyfiyyətini də itirir. Yəni, miqdar olduğu kimi qalır. Məsələn, biz Aqrar Sığorta Fondu olaraq
2025-ci ilin noyabrında Tərtər rayonunda Kəngərli kəndində 321 min manat məbləğində ödəniş elədi orada. Çatları bağında keyfiyyət etkisindən ödəniş elədi. Orada söhbət nədən gedirdi? Bağdan 1 hektardan 40 ton şaxtara gözlənilirdi, bəyan olunmuşdu və məhsulu çəkəndə məlum oldu ki, burada 40 ton yox, 41 ton şaxtar var. Yəni, keyfiyyət etkisindən söhbət kəmiyyət etkisindən söhbət gedə bilməz. Çünki burada məhsul artıq göstərdiyi kimi üstü ləkələr və çapıqlardan ibarət idi. Hətta bundan da böyük çapıqlar vardı və bağın sahibi də bilirdi, özləri də itiraf edədilər və hamıya məlum oldu ki, onlar bu məhsulu demək olar ki, sata bilməyəcəklər. Heç bir market şəbəkəsi və yaxud da bazardan onu almayacaqlar. Ona görə də baxmayaraq ki, burada kəmiyyət baxımından 2 yoldur, keyfiyyət etkisi olduğuna görə ona Aqrar Sığorta Fondu 321 min manat çox böyük bir ödəniş verdi. Ona görə də keyfiyyət etkisi amma necə deyirlər, ümumi zərfin içində deyil. Yəni onu əlavə almaq lazım. Biz bağ sahiblərini çağırırıq qarşıdan gələn növbəti mövsümdə keyfiyyət zərərlərinə ciddi diqqət yetirsinlər. Çünki dolu təbiət dəyişir, iri dolu dənəciklərdən başqa kiçiklərdə yağır. Ona görə də onlar meyvəni ağacdan qopartmasa da onun zədəli görünüşünü korlaya bilərlər. Bir sualımız daha var. Zərər dəymiş sahəmi nə zaman biçin etməliyəm? Zərər dəymiş sahə yekun ekspertiza olunursa, ona sizin sahənizdə yekun ekspertiza olunub SMS-i gəlirsə, artıq biçin eləyə bilər. SMS-də yazılmış ki, artıq biçim eləyə bilərsiniz. Bir saniyə onu yadıma salmaya çalışın. Sahənizdə... Əgər yazılmırsa da onu yazmaq yaxşı olar ki, artıq çünki təzə sahədir. Bəli, başa düşdüm. Orada fermer artıq bilsin ki, biçim eləyə bilər. Hansı fermerdə ki, sahənizdə yekun ekspertiza edilmişdir, SMS-i gelirsə, onlar biçə bilərdir. Siz telefonunuzu yoxlayın, yekun ekspertiza edilmişdir sözü gəlirsə, bu demək ki, biçim eləyə bilərsiniz. Zaten hər hansı fermerə yekun ekspertiza üçün gəlməyəcəksə, onlara öncədən xəbərdarlıq SMS-i gelir ki, sahənizi biçməmişdən 14 gün əvvəl 16 aylı qaynar xəttimizə müraciət edilir. Bir məsələ var. Tutaq ki, yekun ekspertiza edilibdir və fermerin gözlədiyi qədər zərər müəyyən olunmaqdır. Tutaq ki, fermer hesab edir ki, onun sahəsini yası itilibdir. Fondda bildirilir ki, tutaq ki, 30% olub. Bu sahəsini biçəndə o izlər itir ki, onu yenidən araşdırma imkanı olurmu? Sahəsini biçdikdən sonra artıq təəssüflər olsun ki, izlər itir. Amma sizə az öncə göstərdiyim kimi şəkillər qalır. Əlimizdə olan bütün şəkillərin yerlərindən hamısı qalır, yerində gələ bilərlər, dəvət edə bilərlər, oturub bir-birinə olan gözlük qabağında da bütün zərər şəkillərini, zərər ekspertizini açıb ortaya qoya bilər. Yəni fond o qədər şəffaf işləyir ki, həmin ekspertin işarəsi özünün iştirakı olmadan da digər ekspertlərin iştirakı ilə, eləcə də fermerin özünün cəlb elədiyi ekspertin iştirakı ilə həmin hadisə yenidən araşdıra bilər, bütün şəkillər qalıbdır. Zigzag formasında olduğuna görə artıq burada hansısa zərər çəkməmiş hissə ilə bağlı sual yanına bilmir. Bir sual daha var. Zərər baş verdikdə ödənişimi nə vaxt əldə edəcəm? Zərər baş verdikdə ödənişi bildiyiniz kimi Aqrar Sığorta qaydalarına əsasən sığorta müqaviləsi son günündən sonra artıq zərərlər tənzimlənməyə başlayır. Zərərlər tənzimlənərkən dediyim kimi 3-cü dövlət orqanının sorğusunun cavabı, ekspert rəyi və sığortalıdan lazımi sənədlər var. Həmin sənədlər toplusu da sığortalıya hadisəni araşdırmalı tənzimləmə şöbəsi tərəfindən bildirilir. Həmin sənədlər təqdim olunur. Son sənəd təqdim olunduqdan 7 iş gün ərzində sığortalıya ödəniş verilir. Deməli, bizim müqavilədə hamısı elektron bağlanır. Yəni, fermerlər o kağız formasında görmürlər. Əslində, kim istəsə görə bilər, yükləyər, onu çapa verə bilər. Yəni, çox sadə bir prosesdir. Sığortanın müddətinin başa çatması, müqavilənin müddətinin başa çatması harada göstərilir və necə deyərlər, o nədən bilinir ki, nə vaxt başa çatır? Bildiyiniz kimi, Respublikamızda məsələ belədir ki, Aran rayonları iyul ayında boyu biçildi, hava şəraitinə asılı olaraq. Bəzi dağlıq rayonlar isə bəzən avqust ayının sonuna kimi taxılın biçilməsi gecikəlir. Bu səbəbdən bütün Azərbaycan Respublikasında payızlıq əkinlərinin son müqavilə tarixi 30 avqust götürülür. 30 avqustdan sonra sahə biçildikdən sonra, 30 avqust müqavilə bitdikdən sonra artıq zərərin tənzimlənməsi prosesi başlayır. Nə səbəbdən bunu bu formada edirik? Çünki bildiyiniz kimi sahədə fırtına zərəri ola bilər. İçində bir 5 gün, 10 gün qalmış daha bir başqa bir təbii hadisələr olub belə hadisələr dəfələrlə. Bu səbəbdən biz artıq müqavilənin tam bitməsini gözləyirik. Bəzən hallarda olur ki, total olsun, əgər 100% zərərdirsə, bunun müqavilə müddəti bitmədən də ödəniş ödəyə bilir.
Total loss o demək ki, artıq burada məhsul tamamilə itirilibdir və heç bir halda bu özünü bərpa eləməyəcək. Ona görə fermeri boş yerə gözlətməyinə dəymir. Ona artıq dərhal necə deyirlər, sənədlər toplanıb, ödənişlər verilir. Bir sualımız da var. Azad olunan məbləği dedikdə nə nəzərdə tutulur? Ən gözəl suallardan biri. Azad olma məbləği dedikdə hər bir halda sığortanın üzərində qalan zərər məbləği ödəyilir. Aqrar sığorta fondunda azad olma məbləği 10 və 30% olaraq qiymətləndirilir. Nə zaman 10%, nə zaman 30% olur? Bitki xəstəlikləri və zərərvericilərə qarşı zərərvericilər riskinə münasibətdə 30%, digər risklərə münasibətdə isə azad olma məbləği 10%-dir. 10% nə deməkdir? Ümumiyyətlə, mənim 10.000 manat istehsal həzmim var və 10.000 manatdan yəni 10%, yəni 1000 manatı hər bir halda sığortalının üzərində, 9000 manat isə aqrar sığorta fondu üzərində. Yəni həmin sığortalıya 100% total olsun, yəni 100% həzmində zərər dəyərsə, 10.000 manat deyil, 9000 manat sığortalıya yönəlidir. Aydındır. Sami mənim misalı çox belə yaxşı misaldır, pozitiv misaldır. Biz biraz mənfi tərəfə də toxunaq. Tutaq ki, bizim 10.000 manatlıq məhsul gözlədiyimiz sahəyə 2.000 manat ziyan dəyəkdir. 2000 manat ziyan dəyirsə, artıq bunun yenə də 1000 manatı çıxılır, 1000 manatı qalır. Bunu fermerlərə nəyə görə deyirik? Çox önəmli məsələdir. Çünki bəzən biz bölgələrdə fermerlərlə görüşəndə onlar deyirlər ki, bizə ziyan dəyir. Biz bəzi hallarda fermerlərimiz çox iri sahələri bir müqavilə ilə sığortalayırlar. Çox həddən artıq böyük sahələri. Məsələn, 500 hektar, 1000 hektar sahəni birdən-birə bir müqavilə. Bu çox düzgün olmayan haldır. Çünki orada azad olma məbləği artıq 100 hektara çıxır, 50 hektara çıxır. Fermerə çox zərərlidir. Fonda belə baxanda, əgər özəl şirkət olsaydıq, biz bunu çox yaxşı qəbul edərdik. Amma bu dövlət qurumudur, fermerlərə deyən zərəri kompensasiya. Ona görə də həmişə fond olaraq özümüz fermerlərə bildiririk ki, öz sahələrini çox böyük müqavilələri bir yerə toplamasınlar, bir müqavilələrə böyük sahə olmasın və hissə hissələsindən azad olma məbləği də azalsın. Əlavə sualımız yoxsa, canlı yayımızı yekunlaşdıraq. Sağ çox təşəkkür edirik. Ətraflı, detallı cavablarınıza görə və bu illüstrasiyalara görə də və növbəti canlı yayınlarda görüşənədək bizim bugünkü qonağımız Aqrar Sığorta Fondunun müstəqil ekspertləri iş şöbəsi müdürü Samir İlyasovdur. Biz sığorta hadisələri hazırda hamını düşündürən, maraqlandıran, onların araşdırılması və ödəniş prosesinin necə olması barədə sualları cavablandırır. Növbəti canlı yayında görüşənədək salamat qalın.